Sikum və nəfsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Bu ikinci xutbədə yadınızdadırsa İmam Səccad əleyhissalamın Səhifə-i Səccadiyyəsində olan Məkarimul Əxlaq duasının qısa şərhini deyəcək. Xatırladım, keçən dəfə də dedim və hər həftə də bu şərhi qısa şəkildə bəzi cümlələrin şərhini sizin nəzərinizə çatdıracaq. Nəzərinizə çatdırmaq istəyirəm ki, Məkarimul Əxlaq duası salavatla başlayır. Belə başlayır ki, Allahümmə salli alə Muhammedin və alih. Salavat nədir? Salavat həm İslamın şüarıdır. Ona görə deyirlər ki, məclislərdə salavat deyəndə ucadan deyin. Çünki uca salavat iman əlamətidir. Hədislərdə var, münafiqin əlamətlərindən biri budur ki, salavatı yavaş deyər, asta deyər. Ona görə də ictimai yerdə ucadan salavat demək özü bir dinin şüarıdır. Salavat şüar kimi çox önəmli bir məsələdir. İkincisi, salavat bizə nəyi bildirir? Onu bildirir ki, biz Peyğəmbərə nümunə kimi yanaşırıq. Peyğəmbər bizim dinimizdə bizim nümunəmizdir. Üçüncüsü, onu bildirir ki, biz Peyğəmbərə məhəbbətimiz var. Yəni Allahdan ona salam göndərməsini istəyirik. Bu məhəbbətin izharıdır, ifadəsidir. Biri də budur ki, biz Peyğəmbərə təşəkkür edirik salavat vasitəsilə ki, yəni ya Rəsulallah, bizim hidayətimiz üçün çəkdiyin zəhmətlərə görə sənə təşəkkür edirik. Salavat həm də duadır, özü də ən şərafətli duadır. Allahümmə ilə başlayır, yəni mənim Allahım. Salavat duadır, özü də ki, Allahın öz duasıdır. Yəni Allah da və mələkləri də bu işi görür. Hamımız bu ayəni əzbər bilirik, çünki hər namazdan sonra deyirik: İnnəllaha və mələikətəhu yusalluna alən-nəbi. Allah və mələklər Peyğəmbərə salam göndərir. Yəni Allah əmr eləməmişdən qabaq özü deyir ki, mən də salam göndərirəm. Sonra buyurur ki, ya əyyuhəl-ləzinə amənu, ey iman gətirənlər, siz də salam göndərin Peyğəmbərə. Siz də ona salam göndərin. Yəni Allah buyurur ki, kim mənim və mələklərimin cərgəsinə daxil olmaq istəyirsə, Peyğəmbər və onun əhl-i beytinə salavat desin. Və əhl-i sünnət alimlərindən bilirsiniz 4 dənə məzhəb imamı var. Əbu Hənifə var, Əhməd ibn Həmbəl var, kimdir sonra? İmam Şafiidir və bir də Malikdir. Bunlar 4 məzhəb imamıdır və Şafii onlardan biridir. O bir şeir yazır, deyir ki, ey Peyğəmbər əhl-i beyt Rasulullah, hubbukum fərzun minallah. Sizin məhəbbətiniz Allah, ey Peyğəmbər əhl-i beyti, sizin məhəbbətiniz Allahın vacib buyurduğu bir hökmdür. Yəni Quranda Allah sizin məhəbbətinizi bizə vacib eləyib və namaz sizə salavat göndərmədən qəbul olmaz. Çünki namazda təşəhhüddə salavat deməsən, namaz qəbul olmaz. Bütün məzhəblər namazlarında Peyğəmbər və əhl-i beytinə salam və salavat göndərir. Ona görə də salavat haqqında çox danışmaq olar. Salavat duaların qəbul olmasının şərtidir. Salavat əməl dəftərinə qiyamət günündə, deyirlər bəzi bəndə gələr sorğu suala, əməl dəftəri yüngül gələr, pislikləri yaxşılığından çox olar, deyərlər bunun salavatlarını gətirin. Salavatları gətirib əməl tərəzisinə qoyanda əməl tərəzisi ağır gələr. Yəni bu dediyimiz salavatların gərək qədrini bilək ki, bu məclislərdə nə qədər ki deyəsən salavat demişik, ya öz yol gedəndə evimizdə harda o salavatlar bir gün hesablanacaq hamısı. Tək-tək deyəcəklər, nə qədər salavat deyibsə, gətirin qoyun tərəzinin bir gözünə, o zaman tərəzini salavat ağırlaşdıran mən hədisdə ikisini görmüşəm ki, ən çox əməl tərəzisini 2 şey ağırlaşdırar, müsbət tərəfini. Bir salavatdır, bir də xoş əxlaqdır, yumuşaq rəftardır. Kimin əxlaqı xoş olarsa, gülərüz adam olarsa, əməl tərəzisi ağır gələr. Kim sərt adam olarsa, onun pisliyi yaxşılığından çox olar. Salavatdan sonra imam belə dua eləyir. Deyir və bəlliq bi imani əkmələl iman. Bunun da üzərində bir neçə cümlə, çox vaxt uzalmayacağam, dayanmaq istəyirəm. İmam Səccad əleyhissalam deyir ki, ilahi, imanımı kamil dərəcəyə çatdır. Bilirsiniz, imanın dərəcələri və növləri var. Müxtəlif növ və dərəcə imanlar var. İman var, ani imandır. Mən Quran ayələrinə əsaslanıb deyəcəm sizə bir-bir. İman var, bir anda yaranan imandır. Elə ki, məsələn, bir adam bir yerdə maşınla gedir, qəzaya düşdü, o zat hamı qışqırır, ya Allah.
O ani imandır. Quran da ona işarə eləyir. Və izə rəkibu fil fulk da'vullah muxlisin. Elə ki, deyir, gəmiyə mindilər, gəmi biraz sirkələndi, hamısı Allah'a çağırırlar, elə ki, çıxartdıq sahilə, yenə də öz işlərindədir. Belədir insan. O çətin məqamda ani olan iman, o çox zəif imandır, imanın bir növüdür. Bir də var səthi iman, üzdə olan iman. Quranda bu iman haqqında da danışılır ki, وَلَمَّا يَدْخُلِ الْاِيمَانِ فِي قُلُوبِكُمْ buyurur ki, iman qəlblərinizə daxil olmayıb hələ. Elə dildə deyirsiniz, ürəyinizdə yoxdur. Bu da imanın bir növüdür. Bir də var əbtər iman. Əbtər hansıdır? Sonsuz. Sonsuz kimə deyirlər? Övladı olmayan adama. Amma əslində mənəvi sonsuzluq var. Əsas məsələ bundadır. İnsanın övladının olmaması faciə deyil, amma mənəvi sonsuzluq var. İman da var ki, sonsuz imandır. Yəni onun nəticəsi yoxdur. O hansı imandır? Amenu thumma kəfəru. Quran buyurur ki, iman gətirdilər, sonra kafir oldular. Ən böyük bədbəxtçilik budur. Qiyamətdə ən çox peşman olan adamlar budur ki, deyəcək mən tapdım, itirdim. Tapıb itirənlər çox peşman olacaqlar. Sonda kafir olan adamlar. Bir də var yalancı, saxta iman. Quranda bu barədə də danışılır. Deyir, əhli kitabdan bir dəstə yığıldılar. Dedilər, gəlin belə bir fənn işlədək. Onlar da ki, elə o vaxtlardan o fənlərdən istifadə edirlər. Dedilər, neyniyək ki, müsəlmançılığın, İslamın qabağını alaq, alimlərdən seçək. Alimlər səhər İslama iman gətirsin, bizim əhli kitab alimləri. Axşam dindən çıxaq. Bu ilə iki iş görəcəyik biz. Əvvəla, öz dinimizdə olan adamların İslama rəğbət azalacaq ki, bunlar getdilər, yaxından gördülər, bəyənmədilər da biz nəyə gedək bu dinə? Bunlar ki, alimlərimizdir. İkincisi də müsəlmanlarda tərəddüd yaranacaq ki, bu necə dindir bizim dinimiz ki, alimləri saxlaya bilmədi. Bu iki hədəfi məqsədlə gəlirdilər müsəlman olmağa. Allah işarə eləyir Quranda. Buyurur ki, nə gəlməklərinə sevinin müsəlmanlar, nə getməklərinə narahat olun. Və amenu bihi vəcəhən nəhar vəkfuru axirə. Dedilər ki, səhər iman gətirək, axşam dindən çıxaq. Bu, saxta imandır, münafiq imanıdır ki, bəzən müsəlmanların içində zahirən iman gətirmiş, qəlbi iman gətirməmiş adamlar var ki, heç buna iman da demək olmaz. Bu, yəni, saxtakarlığın bir nümunəsidir. Bir də var əməlsiz iman. İmanın mənfilərindən danışırıq hələ ki. İmanın mənfisi də olurmuş, o Quran bunlara işarə edir. Quranda bu mənfi imanla danışılır əvvəl. O iman ki, əməlsizdir. Hədisdə var, əl-iman ədəul fəraiz və ictinabul məharim. İman nədir? Vacibləri icra eləyib, haramlardan çəkinməkdir. Bir də var maddi məqsəd üçün iman. Ən-nas əbidud dünya, İmam Hüseyn ağanın sözüdür. Və din laiqun alə əlsinətihim. Yahutunahu ma dərrət bihi məaişuhum. Və izə muhlisu bil bəla qəllət dəyyanu. Buyurur ki, insanların çoxu dünyanın quludur, din dillərində gəzir. Nə vaxtacan dinin hesabına yaşayırlar, dindardırlar. Yəni, maddi məqsəd üçün dindardırlar. İmtihan vaxtı dindən çıxırlar. Elə adamlar var ki, gəlir dindar olur ki, görüm kimdən nə qoparda bilərəm. Kim, məsələn, mən mömin qardaşam, mənim çətinliyim var. Hədisdə var ki, Allah lənət eləsin o adamlara ki, insanları xeyir işlərə rəğbətsiz eləyirlər. Bilirsiniz necə olur? Gəlir yalandan, alladır xeyir iş görmək istəyən adamı. Biri, ikisi, üçü alladanda sonra lazım olanda da kömək eləmir. Sonra doğrudan da ehtiyacı olana kömək eləmir. Ruhdan salır insanları. Bu cür insanlar da var və müsbət imana da işarə edeyim, sözümü tamamlayayım. Buyurur ki, iman 10 dərəcədir. Çalışın ki, o 10-cu dərəcəyə çatın. Salman dillər onun 10-cu dərəcəsindədir, hədisdə var. İman artan xətlə gedə bilər. Və deyir, istəyirsinizsə imanınızın qiymətini biləsiniz, baxın nəyə görə günah edirsiniz. Bir adam 100 manata görə yalan danışdısa, dininin qiyməti 100 manatdır. Bir adam 1000 manata görə danışdısa, 1000 manatdır. Kim nəyə görə günaha getdisə, onun dininin qiyməti də o qədərdir.
Din gəlir bir yerə çatır ki, Əli əleyhissalam buyurur ki, and olsun Allaha, dünyanın hamısının hökmranlığını mənə versələr, bir qarışqanın ağzından buğda dənəsində götürmərəm ki, ona zülm olar. And olsun Allaha, bütün dünyanın şərqini, qərbini mənə versələr, bir qarışqaya da zülm eləmərəm. Bu imanın zirvəsidir. İman odur ki, möhkəm ola. Qalu Rabbunallah thumma istaqamu. Dedilər Rəbbimiz Allahdır, sonra da möhkəm dayandılar. İkincisi iman hansıdır möhkəm iman? Təfəkkür üzündən olan iman. Yətəfəkkərunə fi xalqis semavati vel arz. Sonra deyir Rabbena ma xalaqta haza batila. Buyurur ki, o kəslər ki, göylərin və yerin yaradılışı barədə düşünərlər və deyərlər ki, ilahi, sən bunu boşu-boşuna yaratmamısan. Bu, təfəkkür əsasında olan imandır. İman əgər təfəkkür əsasında olmasa, biri gəlib balaca şübhə salsa insanın ürəyinə, dərhal imanı zəifləyər. Mən də çox vaxtınızı almaq istəmirəm. Bu, imanın müsbət tərəflərdir ki, axırda insan bir məqama çatır ki, Quran buyurur ki, kətəbə fi qulubihimul iman. Allah imanı onların qəlbinə yazar, artıq ora yazıldısa, heç vasitə ilə onu ürəkdən silib çıxartmaq olmaz. Allah bizim hamımızın imanımızı kamil eləsin inşallah. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-a'azzil ecellil ekrem ve bil Hüseyni ya Allah 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Onlar ki, bizdən xahiş ediblər, bir neçə nəfər iltiması dua deyiblər, hacəti olan, dua istəyənlərin hamısının hacətlərini rəva elə. Bu məclisdə iştirak edənlərin ürəklərində nə dərdləri var, xanım Zəhra əli ilə dərdlərimizə dərman elə.